Salam hörmətli YouTube kanalımızın izləyiciləri, qrupumuz tərəfindən bu gün Gəncədə mansardın izləyiş seçkiləri icra olunur. Məlum məsələdir ki, bu gün mansardlarda standart forma yığılışı bir balaca çətin məsələdir. Çünki nəzərə alsaq ki, bu dəmirlərin üstündən bir dənə də reyka işləyirlər, sonra membranın üstündən kontrreykanın üstündən məhz çerepitsa və ya proflaster misal üçün. Yəni, bu prosedurları nəzərə alaraq həmin o qiyməti götürüb çevirəndə, köpük izolyasiya məhsulunu eləyəndə bu sanki bərabər gəlmiş olur. Deməli, hardasa bir 500 kvadrat metrə yaxın bir ərazidir. Tərəfimizdən poliuretan izolyasiya məhsulu ilə izolyasiya olunur. Beləcə, qrupumuzun xidmətlərindən faydalana bilərsiniz. Hazırda Gəncədəyik. Bir neçə gündə hələ burada olacağıq. Deməli, bizim shot videolarından daha çox maariflənə bilərsiniz. Çünki bu kimi videolar az baxış sayı olduğu üçün mütəmadi və istisna hallarda bu kimi videolar çəkib göndəririk ki, səhifəmizdə qeyri shot olmayan videolar da inkişaf etmiş olsun. Nə suallarınız varsa ya şərh bölməsinə yaza bilərsiniz, ya da səhifədə nömrələrimiz var. Nömrələrlə əlaqə saxlaya bilərsiniz. Allah'a əmanət olun. Yeni layihələrində görüşmək ümidi ilə biz 14 izolyasiya qrup xidmətinizdə.